Salam dostlar, hər vaxtınız xeyir olsun. Mən MHM Tərcümə Mərkəzinin Abşeron şöbəsinin Azərbaycan dil və ədəbiyyat müəllimi Ramal Nuriyev. Bugün sizə maraqlı bir mövzu haqqında izah təqdim edəcəm. Demək, Dövlət İmtahan Mərkəzinin sizə təqdim etdiyi mürəkkəb cümlə ilə bağlı sualların içərisində belə bir cümlə var ki, mənim 80-i ötübdür yaşım, sən indi bilirsən əhli hal məni. Bunu düşündüm, bəzi uşaqlar, yəni uşaqların bir qismi bu sualın arasındakı olan məna əlaqəsini müəyyənləşdirməkdə çətinlik çəkir. Demək dostlar, mənim 80 yaşım ötübdür, amma sən məni indi əhli hal bilirsən. Qarşısına amma artırırıq, deməli bu olur qarşılaşdırma əlaqəli tabes mürəkkəb cümlə və mən də bunun o həmən cümlə tipində bir neçə cümlə seçdim ki, ola bilər sizin qarşınıza bu tipli cümlələr çıxsın və siz də bu cümlələri qarışdırmayasınız. Deyir, mənim ömrüm xəzana dönmüşdür, sən hələ Gülzari Cavanın ilk çağındasan. Bax, dönmüşdür mənim ömrüm, çağındasan sən. İki müstəqil cümlə var, qarşısına amma artıra bilirik. Amma artıra bilirik bura. Amma olacaq nə? Qarşılaşdırma. Mən qəmin badəsini içmişəm, sənlə eşqin şərbətini yenə dodaq vurursan. İçmişəm mən, dodaq vurursan sən. Bax, amma sən hələ eşqin şərbətinə bir yenə oldu qarşılaşdırma. Mən hicranın atəşində yanmışam, sən isə vüsalın rüyasında aldanırsan. Yanmışam mən, allanırsan sən. Burada onsuz da qarşılaşdırma bağlayıcı qoymuşam. Bunu tapa bilərsiniz. Mən taleyin sərt qəzəbinə tuş gəlmişəm, sən hələ qədərin nazı ilə oynayırsan. Tuş gəlmişəm mən, oynayırsan, amma oynayırsan sən, yenə də qarşılaşdırma. Mən könül viranəsində tək qalmışam, amma sən hələ ümid sarayında səfa sürürsən. Bu tipli cümlələr qarşınıza çıxsa, qarşısına amma artırmaqla rahatlıqla məna növünü müəyyənləşdirə bilərsiniz. Hər kəsə uğurlar.